Öyrənmə prosesi haqqında bir sıxıntıya diqqət çəkmək istəyirəm. Düşünürəm ki, bu əslində ciddi bir problemdir. Riyazi elmləri öyrənməkdə məqsədimizin düşünməyi öyrənmək, problem həll etmə, təhlil etmə bacarığımızı inkişaf etdirmək olduğunu nəzərə alsaq, müəllimlər olaraq çox diqqət etməli olduğumuz və şagirdə zərər verə biləcək olan bir vərdişimiz var. Hansı ki, biz şagirdə sualı çox asanmış kimi izah edirik. Elə izah edirik ki, sanki biz bu sual üzərində baş sındırmamışıq, sanki biz bu sual üzərində tər tökməmişik, bu suala çox vaxt ayırmamışıq kimi izah edirik. Bunun sıxıntılı olduğunu düşünürəm, çünki bu şagirdə həm mənfi təsir edə bilər, həm də düşünürəm ki, şagird həqiqətən nəsə öyrənmək üçün həll mərhələlərinin, yəni sualı həll edən zaman müəllimin keçdiyi mərhələlərin tamamına şahid olmalıdır. Düşünməyi öyrənmək istəyən bir şəxs qarşısında düşünən bir adama şahid olmalıdır. Və əks halda biz sadəcə şagirdə sual tipi tanıtmış oluruq, yeni sual tiplərini öyrətmiş oluruq. İndi bu sayədə də şagird sadəcə bizim öyrətdiyimiz tipdə sualları həll etməyi bacarır. Amma bu suallardan, bu çərçivədən kənar yeni bir sual tipi gördükdə necə yanaşmalı olduğunu, ümumiyyətlə nə etməli olduğunu bilməyəcək. Niyə? Çünki biz şagirdə sadəcə hazır balıq vermiş oluruq bir növ. Yəni balıq tutmağı öyrətmiş olmuruq. Ona görə düşünürəm ki, şagird müəllimin sualı həll edən zaman istifadə etdiyi metodları, suala yanaşma tərzini, suala nə qədər vaxt ayırdığını, sual üzərində necə düşündüyünü, bu proseslərin hamısına şahid olmalıdır ki, həqiqətən nəsə öyrənə bilsin. Və bu sayədə həm özgüvəni qırılmaz, həm də mərhələlərin hamısına şahid olduğuna görə nəticədə yeni bir sual tipi ilə qarşılaşanda öz müəllimi kimi düşünməyə başlayar və sualları elə bizim kimi həll etməyə başlayar. Bu onun üçün daha faydalı və onun düşünməyi öyrənməsinə daha yararlı olar.